Çünki o cəhənnəmin qardaşlar əzabı çox şiddətlidir. Həqiqətən əzabı çox şiddətlidir. Yəni təsəvvür elə ki, o gəlir də hədislərdə ki, yəni dünyanın ən naz nemət içərisində yaşamış bir insanı cəhənnəmə bir anlıq salıb çıxacaqlar. Çıxaracaqlar, deyəcəklər nəsə bir şey görmüsən dünyada. Deyəcək yox, elə gördüyüm bir dənə buydu. Yəni bizim içimizdə ən yaxşı nemətlər içərisində olan biri dünyanın gəlmiş getmiş insanlar içərisində təsəvvür elə nə qədər naz nemətlər içərisində. Onların içərisində ən üstününü də, yəni bundan o tərəfi yoxdur. Ən naz nemət içərisində, ən lüks içində yaşayan bu olub. Bir an. Məsələn 100 il yaşayıb. Keçmiş gömlər lap çox yaşayıb. 500 il, 1000 il, nəsə yaşayıb. Bir an saldı, çıxartdı. Təsəvvür elə ki, sən odun içinə soxulursan. Odun içinə soxulub çıxarılırsan, səndə əsər əlamət qalmır. Nə ləzzət, nə keyf, nə yaddaş, xatirələr, heç nə qalmır, heç nə. Allah qorusun. Ona görə bəziləri deyir, aslında əşi gələ biraz yatarıb çıxar. Xafifə almaq olmaz, qardaş. Allah Azə və Cəllə əzabını xafifə, yüngülə almaq olmaz. Zərrəsindən bir Allaha sığınmaq lazım. Yoxsa sufilər, problem yoxdur. Sənin yeri və mən cəhənnəmdə də yanmağa hazıram. Allah Azə və Cəllə səni yandırar. Bir saniyəsinə belə dözə bilməzsən. Allah qorusun ki, o cür sözlər deyən insanlar bu halla ölsünlər, özlərini yükləyərək. Mütləq tövbə eləməlidir o cür sözlər deyən insanlar. Yəni sən necə başqasının günahına görə hətta cəhənnəmi belə gözü və yaxud da ki, bəziləri deyir, orada falan kəs olacaq, oranı. Elə bilirlər ki, adi bir hal, adi bir şeydir. Yox, qardaş. Özdə il məsələsi burada konkret bir şey yoxdur. 5 il, 3 il. An məsələsindən gedir ki, söhbət bütün həyatını sənin altını üstünə çevirir. Dözə bilərsən? Onsuz da dözməyəcəksən. Ona görə Allah Azə və Cəllə kafiri cəhənnəmin əzabını dadması üçün böyüdəcək. Böyüdəcək. Belə bizim kimi belə balaca olmayacaq. Ki, hətta zərrəsi ilə o əzabı dadsın. Yandıqca dəyişiləcək. Yandıqca dəyişiləcək. Nə ölü kimi öləcək, nə də diri kimi yaşayacaq. İkisinin arasında. Təsəvvür elə. Allah qorusun. Ona görə bunu yüngülə almaq olmaz. Hansı ki şeylə cəhənnəm əzabı vəd olunub. Buna görə cəhənnəm əzabı var. Allah Azə və Cəllə qınıyır, hədəliyir. Allahın hədəsini sən yüngülə götürmə.